Bizə müraciət edənlər doğrunu biləcəklər. Sonra nə qədər istəsələr səhv eləyə bilərlər. Onların dividendi odur ki, onlar doğrunu bilib tez sağala bilərlər. Onlar gedib rəsmi onkologiyada cərrahiyyə kimya şüa alıb sonra yanımıza gələndə çox çətin olur. İlkin bizə gəlsələr, yanaşı biz cərrahiyyə kimya şüa eləyəcəyik, amma zamanında və qaydasında. Biz doğru yolu göstərəcəyik ki, bu üsulları doğru momentində istifadə eləyəndə müsbət nəticə əldə eləmək olur. Xərçəngi çox rahat sağaltmaq olur, amma bir şərtlə ki, vaxtında bizə gəlsinlər. Gecikəndə, çatdırmayanda, imkansız vəziyyətə gələndə, bədən, mənəvi, fiziki, maddi, hər tərəfli tükənəndən sonra onların resursları olmur nəsə eləsinlər. Bu çox ağır xəstəlikdir. Bu xərçənglə mübarizədə hər cür üsullar qənaətbəxş sayıla bilər. Amma 500 üsul ola-ola 3 üsulla məhdudlaşmaq bu cinayətdir. Sənə bir belə, o demək deyil ki, sən 500 üsulu da istifadə eləyəsən, qalib gələcəksən. Amma mübarizə aparmağa dəyər, eləmək lazımdır. Bizə gələnləri, biz bütün o üsulları hamısını təqdim edirik. Sadə üsullardan tutmuş, qəpik quruş, misal üçün 1 qəpiklik üsul var krealinlə, 2 qəpiklik var ASD ilə, nə bilim, perikistir, çətənə yağıdır, sodadır. Bunlar hamısı hardasa məqamında, yerində yeri var hamısının. Kimyasal maddələr də var, qeyri-kimyasal da var, təbii maddələr də var bunlar kimi. B17-dir, liposomaldır, ASD-dir, biobrandır, digər vasitələrdir. O birisləri də eləmək olar, hamısını eləmək lazımdır. Psixoterapiyadır, diyetoterapiyadır, bunları da eləmək lazımdır.